Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme accil veliyyikel fərəc. Məqasid kitabından 293-cü dərsi oxuyuruq. Bəhsimiz məlumdur. Nucum elmindən söhbət edirik və keçən dərsimizdə bu məsələni oxuduq ki, hər kimin etiqadı bu ola ki, göy cisimləri müstəqil şəkildə yerdə olan hadisələri yaradır və bu etiqadda olanın şəxs kafirdir. Və mərhum Şeyx Murtəza Ənsari buyurdu, bizim alimlərimizin əksərinin ibarətləri bunu yetirir ki, belə bir etiqadda olan şəxs kafirdir. Və bugünkü dərsimizdə mərhum Şeyx Murtəza Ənsari alimlərimizin fikirlərini bu barədə nəql eləyir. Və buyurur, Qala Seyyidul Murtəza rəhiməhullah feyma hukiyə ənhu. Alimlərimizdən biri Seyyid Murtəzadır. Belə ki, Seyyid Murtəzadan nəql eləyiblər ki, Seyyid Murtəza buyurub. Və keyfə yəştəbihu əla muslimin butlanu əhkamu təncim və qəd əcməəl muslimun qədimən və hədisən əla təkzibil munəccimin və şəhadə bi fəsadi məzhəbihim və butlanu əhkamihim. Mərhum Seyyid Murtəza buyurur, necə olar ki, bir müsəlmana bu məsələ gizlin qala. Hansı məsələ? Münəccimlərin söylədiyi hökmlərin batilliyi. Yəni, Seyyid Murtəzanın nəzərində bir nəfər əgər müsəlmandırsa, o bilməlidir ki, nucum elminin əhkamı batildir. Niyə? Çünki həm qədim, həm sonraki bütün müsəlmanlar hamısı icma eləyiblər ki, münəccimlər yalancıdır və bütün müsəlmanlar şəhadət veriblər, onların məzhəbi yolu batildir, onların verdiyi hökmlər batildir. Elə bil, bu şəhadət icmanı yetirir. Yəni, icma eləyiblər ki, münəccimlərin söylədikləri batildir. Və keyfə yəştəbi. Keyfə yəştəbi, yəni necə gizlin qalar? Elə bil, bu məsələ aşikardır. Aşikar olduğu təqdirdə necə bir nəfərə gizlin qala ki, keyfə yəştəbi əla muslimin. Yəni, müsəlmana necə bu məsələ gizlin qalar ki, butlanu əhkamı təncim. Nucumun hökmləri batildir. Necə bu gizlin qalar? Və qəd əcməəl muslimun qədimən və hədisən. Həm qədim, həm indiki bütün müsəlmanlar icma eləyiblər əla təqzibil munəccimin. Münəccimlərin yalançılığına. Və şəhadə bi fəsadi məzhəbihim və butlanu əhkamihim. Və şəhadət verirlər, onların yolu fasiddir və əhkamları da batildir. Bu, Seyyid Murtəzanın rəyidir. Və buyurub, və məlumun min dinir rəsul. Peyğəmbərin dinindən məlumdur ki, zərurətən, özdə biz zəruri halda, təqzibu ma yəddəi il-munəccimun. Yəni, münəccimlərin iddia elədiyini
gərək təqzib eləyəsən. Vəl-izra'u aleyhim, onları xar edəsən. Və-tə'ciz ləhum, onları aciz eləyəsən. Yəni Peyğəmbərimizin dini bunu deyir bizə. Və fir-rivayat anhu sallallahu aleyhi və aleyh ma la yuhsa kəsrətən. Və eyni zamanda Peyğəmbərimizdən çoxlu rivayətlər var. Özü də o rivayətlər ki, onların çoxluğu haqqında hesab yoxdur. Yəni 1-2 deyil, o qədər rivayət var ki, hesabatı yoxdur. Və kəza ən uləma-i əhl-i beytihi və həmçinin onun əhl-i beytinin uləma-i əhl-i beytdən bu qədər rivayət var. Və xiyaru əshabihi və onun xeyirli, onun seçdiyi gözəl sahabələrdən var. Hamısı bunlar dəlalət eləyir ki, münəccimin yalançılığına. Və məştəhərə bihazihə şöhrə fi dinil İslam buyurur, bir haldayı ki, İslam dinində bu cür məşhur olub. Yəni, necə məşhur olub? Yəni, münəccimin təqzibi məşhur olub. Keyfə, necə gəlib yəfta, bir nəfər gəlib fətva verər, bixəlafihi, bu cür şöhrətin müqabilində bunun xilafına fətva vermək. Yəni, necə bir nəfər gəlib deyəcək ki, münəccim haqdır və düzdür. Muntasibun iləl millə və özünü də nisbət verər müsəlmanlığa. Və musallin iləl qiblə və qibləyə də namaz qılar. Bu necə ola bilər? Yəni, elə bil Seyyid Murtəzanın nəzərində budur ki, əgər bir nəfər desə ki, münəccim həqdir, bu dindən çıxıbdır və bu kafirdir. Əgər bir nəfər İslamı qəbul edibsə və qibləyə namaz qılırsa, heç vaxt belə söz deməz. İntaha. Bu, mərhum Seyyid Murtəzanın rəyidir ki, mərhum Şeyx Murtəza Ənsari bunu nəql elədi. Amma Əlləmənin sözü, mərhum Əlləmənin sözü Müntəha kitabında onu nəql eləyir. Buyurur, və qaləl Əlləmə fil Müntəha, mərhum Əlləmə Müntəha kitabında buyurubdur ki, bədə-mə əfta bi təhrimi təncim. Yəni, əvvəl fətva verib, deyibdir ki, nücum elmini öyrənmək haramdır. Əvvəl bunu deyib, sonra buyurub və təallumun nücum, nücum elmini öyrənmək, mə etiqadı ənəha müəssirətun. Özü də bu etiqadla ki, ulduzlar, yəni göy cisimlərinin birbaşa təsiri var yer üzünə, Av ənəlləha mədxələn fi təsir fin nəfi və yaxud müstəqil şəkildə yox, deyək ki, göy cisimlərin yer üzündə mənfəət və zərərin təsirinə dəxaləti var. Bir dəfə budur ki, deyə müstəqil şəkildə yer üzündə zərər və mənfəətə təsir göstərir. Bir dəfə budur ki, deyə dəxaləti var. Hər iki təqdirdə mərhum Əlləmə buyurub, bu haramdır. Demək olmaz. Öyrənmək olmaz. Bu da Əlləmənin fikri, hələ buyurub fəbil cümlə. Buyurub, öz sözünü Əlləmə davam edib, buyurub fəbil cümlə kullu mən etəqədə. Hər o şəxsi ki, onun etiqadı bu ola, rəbtul hərəkatın nəfsaniyyə və təbiiyyə bil hərəkatil fələkiyyə vəl ittisalatul kovkaviyyə kafirun. Bu, bunun xülasə fətvasıdır.
Deyib hər kimin etiqadı bu ola ki, göy cisimlərinin hərəkat-ı nəfsiyyəyə dəxaləti var, ya təbiiyyəyə dəxaləti var, bu adam kafirdir. Hərəkat-ı nəfsiyyə budur ki, yəni yer üzündə o canlılarda ki, bəzi işlər, hadisələr baş verir, hər kim desə ki, göy cisimlərinin təsiri var buna və yaxud hərəkat-ı təbiiyyə. Hərəkat-ı təbiiyyə nədir? Məsələn, yağış var, isti var, nə bilim, müxtəlif o təbiətdə bir şeylər baş verir. Əgər desək ki, göy cisimlərinin buna dəxaləti var, bu şəxs kafirdir. Kullu mən etəqədə, hər o şəxsi ki, etiqadı bu olan, rəbdül hərəkat-ı nəfsiyyə, yəni göy cisimlərinin hərəkat-ı nəfsiyyəyə rabitəsi var. Hərəkat-ı nəfsiyyə, dedim, canlılarda, insan və heyvanlarda ki, bəzi şeylər baş verir, əgər desək göy cisimlərin buna dəxaləti var. Və təbiiyyə, ya təbiiyyə, yəni soyuqdur, gündür, ilıqlıqdır, o hadisələr ki, baş verir. Desə ki, onların rabitəsi var, əlaqəsi var bir hərəkat-ı fələkiyyəyə, yəni göy cisimlərinə. Vəl-ittisalat-ı kovkabiyyə, ulduzların bir-birinə yaxın olmaqlığına kafirun. Bu şəxs kafirdir. İntaha. İntaha, yəni bu da Əllamənin sözüdür ki, bizim böyük alimlərimizdən. Deməli, iki alim, həm Əllamə, həm Seyyid Murtəza, hər ikisinin rəyi bundan ibarətdir ki, hər kim belə bir etiqadda olsa, bu şəxs kafirdir, bu şəxs İslamdan çıxıbdır. Bugünkü dərsimizdə bu iki alimin rəyini oxuduq bu barədə. İnşallah gələn dərsimizdə də digər alimlərimizin rəylərini bu barədə oxuyarıq. Elhamdülillah Rabbil aləmin.